Yəqin ki, rast gəlmisiniz də. Deyirlər, ətin qiymətində endirim var. Və məlum olub ki, bunlar Azərbaycan əti deyil. Ən çox da Monqol ətləridir. Yəni Monqolistandan gətirilir bu ətlər. Bu qiymətləri bizim yerli ətlə, bu ətlərdə böyük fərq var qiymətlərində. Bəli, son aylarda mağazalarda, bazarlarda Moğolistandan gətirilən ət alıcılar arasında böyük maraq doğurub. Kilosu cəmi 12 manata satılan bu ətlər artıq bir çox marketin vitrində yerli məhsullar kimi məhsullarımızı sıxışdırılır, aradan çıxarır. Amma mən hələ rast gəlməmişəm, yəni maraqlanmamışam. Amma bugün çalışacağam maraqlanım, doğrudan varmı elə bir ət? Lazım olsa biz də alaq, dadına baxaq. Oxu.az təbii ki, mən istinad edirəm. Oxu24.com-a xəbər verir ki, bu ötən il ölkəyə ixal olunan ətin həcmi 41% artıb. Yəni Moğolistandan artıq 41% ət gətirilir Azərbaycana. Braziliya, Qazaxıstan, Belarus və hətta Avropadan gətirilən ət növləri də bazarlarda geniş yayılıb. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, ixal olunan bütün ət məhsulları xəstəliklərdən azad bölgələrdəki müəssisələrdən gətirilir və baytarlıq sertifikatı ilə təsdiqlənir. Bizim ölkəmiz təsərrüfat ölkəsidir. Mal, qara, hər şey saxlaya bilərik. Uzun, nə bilim, böyük, belə uzun buynuzlu deyirlər də. Onu, nə bilim, kiçik buynuzlu, qoyundur, camış, hər şey saxlaya bilərik. Amma inanın ki, kənddə, bölgələrdə torpaq qalmayıb. Qalıb, torpaqlar boş-boşuna qalıb, ucu bucağı bilinmir. Amma hər bir nazir, hər bir məmur, çoxları da o torpaqlara əl qoyub ki, bizimdir, toxunulmazdır. Kəndçi də öz torpağından imtina edib, qoyun saxlamır, quzu saxlamır, inək saxlamır. Çünki onlara qidalandırmalıdır, yemək verməlidir. Bunlar da yoxdur. Bax, vəziyyət budur.